mən ictimai televiziyada Ozan verilişini aparan vaxtı həmişə gəlirdi, bizim orada prodüser gülə-gülə şey eləyirdi ki, sən canım bu məktuba bax deyirdi, ana sənə məktub, sevgi məktubları gəlir. Mən də qayıtdım, dedim ki, mən də boş verirdim, gülürdüm həmişə. Bəli. Gülürdüm, belə həmişə öz aramızda belə. Ailəli vaxtda. Ailəli vaxtda deyirəm, Ozan verilişi mən neçə il bundan qabaq apardım da. Tamam, bu normal halda insan sizə sevgisini bildirə bilər də. Təbii ki, hətta həmən adam bir dəfə özü ora gəldi, dedi ki, sizə məktub yazan adam mənəm. Deyirəm, nə məktub, yadıma da gəlmir. Deyir ki, bəs o məktubları. Dedim, vallahi beləcə dedim, xətrinizə dəyməsin. Deyəsən, sizin başınız xəstədir axı. Elçi düşüb yəni. Hə, özü gəlib, özü də rayondan gəlib. Hə, qayıtdı ki, mənə. Mən də qayıtdım, dedim, sən bilirsən ki, mənim nə boyda olum. Dedi, bilirəm, xəbərim var, Babəkçi deyir. Özü də qayıtdı, deyir, Babəkçi, bilirəm, tanıyıram. Bəzən görürsünüz, elə şeylərə mən elə hiss elədim ki, dedim, mənə dedilə çatdırmışlar ki, axı siz güya boşanıbsınız. Dedim, səhv çatdırıblar, qardaş.